Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Zirə layihəsində yeni işimiz başlamışıq. 2 mərtəbəli mənzilin 1-ci mərtəbəsini işləyirik. Demək, bütün elektrik kabelləri tavandan işlənib, rozetkalar hündürlüyü yerdən 90 sm-da. Hal-hazırda kadrda düşən hissə mənzilin demək, giriş qapısı. Koridor hissədir. Koridorda işitmizdir. Bütün xətlərimiz gətirilmişdir. Divar marka çıxarılansa işitmiz yerləşdiriləcək. Və bu hissədə aşağıda bizim TV qutumuz yerləşir. Demək, burada bizə kondisioner xəttidir. Kondisioner xətti tavandan demək, alçıpan payı hesablandıqdan sonra 45 sm aşağı hissədə yerləşdirilir. Koridorun bu hissəsində bizdə domofon yerləşib və ukulçatır rozetka. İşıqlanmada, koridor hissənin işıqlanmasında demək 2 palageniya spot, reis, 1 palageniya, qarşı tərəfdə də koridor davam etdiyi üçün reis vardır və burada spotlar 2 palageniya verilmişdir. 1 palageniya bu hissədə tək spota verilib dejurnu gecə yanmaq üçün. Və 2 palageniya xəttimiz isə çöl hissəyə işıqlanması üçün çağırılmışdır. Demək, koridor uzun sahə olduğu üçün bizə vaviyen istifadə olunur. Vaviyen bu hissə ilə koridorun digər tərəfdə bu hissəsində yerləşir. Bu otağımız bizdə yataq otağıdır. Demək, mənzilin iş otağı sayılır. Yataq otağının qarşısında hamam otağı və sanitar qoşağı. Demək, mənzildə işıqlanmalı koridor işıqlanmasında əlavə olaraq buralardan istifadə olunur. Həmin buralar şəkil işıqlanması üçün istifadə olunacaq. Hündürlüyü 2.20. Demək, burada koridorda 3 ədəd bura vardır. Biri, ikinci və qarşı tərəfdə 3-cü buramız. Pilləkən işıqlanması üçün gətirilmiş tane xətlərimizdir və pilləkənin yuxarı hissəsi ilə vaviyen əlaqəsi atılmışdır və ikinci mərtəbənin əsas qidalanıcı güc kabeli aparılıb. Demək, burada çıxarılmış xətt bizə reis işıqlanması üçün nəzərdə tutulub və spot xəttimiz. Demək, mənzilin digər hissəsi bizə mətbəxdir. Mətbəxdə bizə bu hissədə soyucu yerləşir. Burada şkaf olacaq, mebel olacaq. Həmin mebelin bu hissəsində bizə soyucu yerləşəcək və soyucu xətti çəkilmişdir. Mebel burada demək C tipli mebel olacaq. Həmin 3-cü mebeli bu hissədən başlayacaq. Bura kimi. Və burada yer olmadığı üçün həmin buranın otağın işıqlanması vüqulçat ellər. Demək, mebel masaüstü rozetkalarla eyni səviyyədə, yəni mərkəzi 120 götürüləcək. Mətbəxin işıqlanmasında 2 palageniya lüstor mebeldən payı çıxarıldıqdan sonra mərkəz hissədə, səhnənin mərkəz hissəsində yerləşdirəcək. Və 2 palageniya spot xəttimiz. Spot xətti əsas bir tanesi bura çıxarılmışdır. Alçıpan profillər tikildikdən sonra əlaqə veriləcək qarşı tərəfdə. Burada spotlarımız və mebel qarşısında spotlarımız olacaq. Bizim burada
yemək masası yerləşəcək. Dizaynə əsasən həmin yemək masasının yaxınında rozetkamız, hündürlüyü yerdən 1 metr və üzərində kondisioner xətti birbaşa işdən gətirilib. Demək, mebel dizaynı əsasən bizdə 60 sm paydan sonra burada paltar yuyan maşın yerləşir və sonra moyka. Moyka və paltar yuyan maşının rozetkaları moyka sahəsində yerləşdiriləcək. Hər birinin xətti ayrı-ayrılıqda işdən gətirilmişdir. Və masaüstü rozetkamız vardır. Bizdə bu hissədə soba yerləşəcək və sobanın bir tane xətti, yuxarıda aspirator xəttimiz, aspirator xəttinin yanında mebel aşığında işıqlanma üçün əsas bir tane xəttimiz çıxarmışdır və həmin xəttin qidalandırıcı kurçatır vasitəsilə bu hissədən idarə olunacaq. Bizim bu xəttimiz isə qaz detektoru üçün nəzərdə tutulub, qaz detektorunun xətti birbaşa şitdən gətirilmişdir və buradan qaz klapanına gedən xəttimiz bu hissədən enərək və buradan çölə çıxış etmişdir. Və mebel bu hissəyə qədər davam etdiyi üçün burada da masaüstü rozetka nəzərdə tutulub. Bizdə soba və moyka hündürlüyü, rozetkalar hündürlüyü yerdən 50 sm. Buradan açıldığı üçün giriş vukulcatorları bizdə burada yerləşir. Giriş xəttimiz burada demək biz müəyyən etmişik spotsun 3x1,5 kabelimiz, rozetka xəttimiz. Bu hissədə bizdə qardırob yerləşir və burada digər rozetkamız. Bu hissədə bizdə yataq yerləşir. Yatağın sağ və sol hissəsində vukulcator rozetka. Buralar yerdən 180 cm və bu hissədə bizdə kondisioner xətti yerləşir. Kondisioner xətti yenə də dediyim kimi tavandan 55 cm-dan düşərilmiş və əlavə olaraq kabel buraxılmışdır içərisində birbaşa kondisioner iç blokuna montaj olunsun. Və bu hissədə bizdə digər rozetkamız, burada nəzərdə tutulub termo. İşıqlanmada burada demək lüstr və spot nəzərdə tutulub. Bu otağın da kondisioner şitdən birbaşa gətirilir. Demək, kabel xəttlərin kanalı yerdən 90 cm işlənmişdir. Buradakı rozetkalarımızın hündürlüyü yerdən 65 cm. Buradakı rozetkalarımız 90 və digər hissədə yerləşən termos ilə nəzərdə tutulmuş rozetkanın hündürlüyü yerdən 1 metr. Mənzilin zal hissəsidir. Mənzilli zalda giriş vukulcatorlar, rozetka. Burada bizdə çıxarılıb spot, gizli işıq, 2 ədəd lüstr. Burada səhnə 2 yerə bölünür. 2 səhnədən olacaq, hər birinə ayrıca lüstr olacaq və səhnə içərisində gizli işıqlar. Orta bölgü hissədə spotlarımız, yan hissədə spotlarımız olacaq. Kabellərin sonradan artırması alçman profilləri tikildiyindən sonra olacaq. Bu hissədə bizdə yerləşir TV stand. TV stand üçün demək, keçid kanalımız 75'lik borudan istifadə olunub. Alt hissə standin, aşağı standin rozetkaları və yuxarı hissə rozetkaları və burada 2 ədəd boru çıxarılıb, birbaşa padvala atılmışıq. İnternet və yaxud gələcəkdə TV kabelləri üçün istifadə olunacaq. Və bu hissədə bizdə yerləşir rozetka. Bir ədəd rozetkamız burada. Bir ədəd burada.
Digər rozetkamız. Bu sizə birbaşa şişdən gətirilmiş kondisioner xəttimizdir. Kondisioner xətti tavandan təxminən 55 sm aşağıdan biz xəttimizi çıxaracaq. Ehtimal hesab edirik ki, tavan 10 sm düşər. 45 sm da kabel xətti çıxacaq. Mənzildə iş otağı. Demək, iş otağının giriş vıqılçatı rozetkası. Burada işıqlanma və rozetik xəttləri şitdən birbaşa gətirilib və ayrıca kondisioner xətti vardır. Və bu hissədə bizdə kondisionerimiz yerləşib. Kondisioner yenə də dediyim şey tavan qeyd nəzərə alınıb 10 sm və 45 sm da xətt aşağı salınmışdır. Otağın bütün rozetkaları yerdən 1 metrdə hesablanmışdır və kabel xəttinin çəkilişi bu hissədə yerdən 90 sm-da. Digər xəttlərimiz isə tavanla işlənmişdir. Otağın digər tərəfdə demək çölə birbaşa həyətə çıxış qapısı olduğu üçün, iş otağı olduğu üçün, çöldən giriş olması üçün qapı vardır. Həmin qapının demək otağın digər tərəfində qapı ilə vaven xətti vardır işıqlanmada. Və işıqlanma vaveni iki vəziyyətlidir. Otaqda yalnız spot nəzərdə tutulub, iki vəziyyətlidir. Spot nəzərdə tutulub, otaq spotların dizaynı hələ müəyyən olmadığı üçün kabel xəttləri iki vəziyyət üçün kabel xəttini atmışıq bu hissəyə. Növbəti paylanma xəttləri tam bəlli olduğundan sonra atılacaq. Və bu hissədən bizim qapı hissi işıqlanma üçün çıxış xəttimiz vardır. Və otağın bu hissəsində bizdə iş masası yerləşəcək. İş masasının yerdən 50 sm-da alt rozetkaları və yerdən 1 metrdə üst rozetkalar, masaüstü rozetkalar yerləşəcək. Və bu hissəyə bizdə yenə də podval hissədən internet xətti gətiriləcək. Digər otağı olduğu kimi. Mənzilin kiçik otağıdır. Kiçik otaqda bizdə vıqılçatı rozetka giriş və 2 palajeniya spotsun xəttimi çıxarılıb. Lüstr xəttimiz. Və bu hissədə rozetka və rozetka. Otaqda 3 ədəd rozetkadan istifadə olunmuşdur. Demək, burada xətt kanalımız yerdən 85 sm-dan aparılmışdır ki, bu da yerdən 90 karabka qoyulduqda kabel üzərinə düşməsin. Demək, mənzilin sanitar qovşağı hamam otağıdır. Hamam otağı demək, şitdən gələn birbaşa əsas bir tane xəttimiz bu hissədən bura daxil olur və əlaqələndirilib. Hamam otağında bizdə burada duş kabin yerləşəcək və bu hissədə bizdə dizayna əsasən moyka yerləşir. Moykanın üzərində olan güzgün işıqlanması yerdən 150 sm və bu hissədə isə rozetka vıqılçatı yerdən 110. Hamam otağın işıqlanmasında 2 palajeniya spot və 1 palajeniya fan üçün xətti atılmışdır. Digər otaq sanitar qovşağıdır. Sanitar qovşağı yenə də hamam otağının eyni giriş vıqılçatı telləri bu hissədə yerləşir və buranın da işıqlanmasında 2 palajeniya spot və 1 palajeniya fan xətti atılmışdır. Hələ ki bu qədər, izlədiyiniz üçün təşəkkürlər. Sağ olun.